qadın tək taksi ilə şəhər daxili arası gedə bilərmi? Qadın tək nəinki şəhər daxili və şəhər xarici, ümumiyyətlə tək taksi ilə harası getmək haramdır. Yəni qadına tək özü minib marşrutda, yəni taksiyə şəhər içi olmur, yəni nə olur olsun. Hətta o aparan adam nə qədər hesab etsən ki, salihdir, yəni xəyanət eləməz, yəni əmin adamdır, yəni nə qədər ki naməhrəmdir, yəni onunla harasa getmək haramdır, çünki bu xəlvadır, xəlvətdir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Lə yəxluvənnə rəculun bi imra'atin illə kənə thəlithəhumə şeytan." Elə bir kişi yoxdur ki, qadınla xəlvətdə qalsın, onların üçüncüsü şeytan olmasın. Yəni artıq üçüncüsü şeytandır. Ona görə tək qadın taksi ilə harasa gedə bilməz. Yəni hətta yenə deyirəm, hesab etsək ki, əmin adamdır, dostdur, arxeyin adamdır, filan salihdir, yəni bundan filan şeyi nəsə gözləmək olmaz. Yəni hətta bu dərəcədə olsa belə, yəni bu əməl haramdır. Mütləq yanında kimsə olmalıdır. Ya sürücünün sövcəsi olmalıdır, yəni qadın, ya bunun yanında bir qadın olmalıdır. Yəni mütləq yanında üçüncü bir adam olmalıdır. Qadınlardan hətta icazəli sayısında, əks halda haramdır, olmaz belə. Avtobusa da aiddir bundan? Avtobusa aid deyil, xeyr. Çünki orada xəlvə yoxdur.